Salam əziz abituriyentlər və şagirdlər. Bugün yeni bir video ilə qarşınızdayım. İstədim ki, Azərbaycan dili ilə bağlı ilkin mövzu ilə əlaqədar bir video çəkim, sizlə paylaşım. Elə də başladım fonetika mövzusundan. İlkin təməl mövzularımızdan biridir bu. Elə isə başlayaq. Fonetika nəyə deyilir? Fonetika danışıq səslərindən bəhs edən bir elmdir. Yəni Azərbaycan dilinin bölmələrindən biridir. Burada biz danışıq səslərini öyrənirik. Bunlar da saitlər və samitlər olmaqla iki qrupa bölünür. Yəni sait, samit. Samitlərdən fərqi odur ki, saitlər tələffüz zamanı hava axını ağız boşluğunda xüsusi bir maneəyə rast gəlmədən tələffüz olunur, oxunur. Samitlər isə tələffüz zamanı hava axınının müəyyən bir maneəyə rast gəlməsi ilə tələffüz edilir. Məsələn, adi bir deyək ki, B samitini götürək. B samitinin tələffüzündə maneə nə olur? Dodaqlar olur. Amma A saitinin tələffüzünə baxın, istədiyimiz qədər A-nı səsləndirə bilirik də maneəsiz bir şəkildə. Elə əslində buradan meydana çıxır ki, saitləri biz uzada bilirik, uzana bilir. Amma samitlər uzanmır. Bu bir. İkinci olaraq qeyd edeyim ki, hərf və səs anlayışı var. Nədir bunlar? Hərfləri biz yazırıq, görürük. Səsləri də nə edirik? Deyirik və eşidirik. Məsələn, bu hərfini burada yazdığımı siz indi görürsünüz. Mən bunu artıq transkripsiya içinə alanda bu artıq səsə çevrilir. Yəni səs olaraq biz bunu eşidirik yəni. Məsələn, adi bir bir nümunə deyək, papaq sözü bax. Bax, papaq sözündə hərflərin p, a, p, a, q. Amma səs nə olur? Papaq. Tələffüzdə çünki biz bunu papaq deyirik. Yəni burada məndə bu q hərf olaraq qalır, amma səs olaraq q olmur. X olur. İndi mən fonetik təhlildə də o izahatı verəcəm. Necə ki, tələffüzdə baxırıq saitlə samitə, yazılışa görə baxmırıq. Fonetik təhlildə onları ayrıca şəkildə qeyd eləyəcəm sizə. Burada ümumi bir məlumat verirəm. Əlifbamızda deməli 32 hərfimiz var. 34 də səsimiz var. Bu 34 səs niyə meydana gəlir? Hardan meydana gəlir? Buradan meydana gəlir ki, deməli, bizim tələffüzümüzdə, daha doğrusu hərf olaraq Q hərfi 3 səsi ifadə edir. Buradan da meydana gəlir 34 hərf olur. Baxın, Q hərfi 1 verir, bildiyimiz Q səsi. Məsələn, nümunə deyim, kələm. Kələmin Q-sı. 1 verir K səsin. Məsələn, kartof. Burada K-nı verir. Üçüncü olaraq verir X-dırkı. Məsələn, çiçək. Baxın. Çiçəkdə bu K X-dırkla tələffüz olunur. Və mən bu 3 hərfi də, yəni daha doğrusu bu 3 səsi də eyni hərflə verirəm, düz deyil? Deməli, burada 34 səs bu şəkildə meydana gəlir. Yəni 32-ci düşünün K-dır. 33-cü səs K-dır, 34-cü də X-dırkdır. Yəni bu şəkildə. Bunlardan da bölgüdə deməli bizim 23 samit hərfimiz var, hərf H. 9 da saitimiz var. Sait səs olaraq, tərif olaraq da dəyişmir, eyni şəkildə qalır. Amma samit hərfimiz 23-dür. 25 samit səs var. Bu da eynilə bu 34 məsələsinə görədir. Yəni xüsusi bir fərqlilik yoxdur burada. İndi gələk saitlə samitin fərqinə. Birinci fərqi dedik ki, tələffüzdə bir maneəyə rast gəlir, digər rast gəlmir. Və önəmli bəzi xüsusiyyətləri var ki, bu da elə onlar arasında fərq yaradır. Məsələn, saitlərdə nə xüsusiyyət var? Baxın, saitlər heca əmələ gətirən səslərdir. Heca. Əmələ gətirən, belə deyək də, heca əmələ gətirən, heca yaradan fərqi yoxdur, eyni şeydir. Baxın, məsələn, deyirəm ki, nə deyək, ana sözü. Ana sözündə neçə dənə sait var? 2 dənə. Qutardayıcı 2 dənə heca var. A, na, hecaya böləndə də. Budur. Yəni, necə sait var, o qədər heca var. Hecanı bu şəkildə rahat tapırıq. Təbii ki, heca yazılışa görə aparılır. 2. Gəlirik nəyə? Saitlərin digər xüsusiyyəti vurğu qəbul etməsidir. Yəni, qüvvətli tələffüzüdür. Məsələn, gəlin elə ana sözünə baxaq. Ana sözündə A hecası ilə na hecasına vurğu hansında qüvvətli olur? Ana deyə bilmirəm də hər halda, düz deyil? Ana
deyirəm. Ona görə də vurğu düşür na hecasına. Heç vaxt samit vurğu qəbul etmir. Bunu yadda saxlayaq. Bir də heca ilə bağlı bir şey də deyim sizə. Saitlər hecanı yaradır. Samitlər o hecanı formalaşdırır. Bax, a, na. İkinci hecam na hecasıdır, düz deyil. Bu na hecasının meydana gəlməsində səbəb bəli A-dır. A-nın olmasıdır ki, heca yaradır. Amma bunu formalaşdıran həmin bu n samitidir. Yoxsa birinci hecadan ikinci nə fərq olardı? Ona görə deyirik, samitlər hecanı formalaşdırır, saitlər amma yaradır. Yəni, bunlar arasında bir fərq var. Bu da diqqətinizdə olsun. Üçüncü isə tələffüz zamanı saitlər uzanır, uzanma. Bunu da yadda saxlayın. Bu da əslində mən sizə bayaq dedim hardan meydana gəlir. Saitlər tələffüzdə maneəyə rast gəlmədiyinə görə saiti uzada bilirəm. Samitin axı qarşısında bir maneə var, bir bariyer var. Mən onu necə uzada bilərəm? Samit ona görə uzanmır. Bunu yadda saxlayın. Gəldim saitlərin bölgüsünə. Saitlər ümumiyyətlə əmələ gəlmə xüsusiyyətlərinə görə 3 şəkildə təsnif olunurlar 3 bölgüdə. Birinci bölgüm nədir? Birinci bölgüm odur ki, dilin arxa ya da ön hissəsində tələffüz olunmasına görə bölünürlər 2 yerə. Deyirik, dil arxası və dil önü. Deməli, dil önü. Dil arxası olur qalın saitlər, dil önü olur incə saitlər. Dil arxasına aiddir deməli. A, I, O, U. Dil önünə aiddir E, Ə, İ, Ö, Ü. Əslində tələffüz edəndə özünüz də görə bilərsiniz ki, necə A, I, O, U qalın saitlərdə biraz elə bir kobud səslənir. Ona görə biz bunları dil arxası götürürük. Digərlərdə dil önü. İkinci olaraq deməli gəlirik. Həm də bunu deyim ki, bu dil arxası dil önü təsnifatı gedir deməli dilin üfüqi vəziyyətinə görə. Çünki bəzən belə deyir, dilin deyir üfüqi vəziyyətinə görə neçə qrupa bölünür. Üfüqi vəziyyəti. Yəni, bunu da yadda saxlayın, mütləqdir. Sonra, ikinci gəlirik deməli, açıq və qapalı saitlərə. Bu açıq-qapalı məsələsi necə yaranır? Dilin biraz üst damağa doğru qalxması, bir də nisbətən aşağı enməsinə görə yaranır. Deməli, ağız boşluğu belə deyim də, biraz genəlir. Genələndə olur açıq. Açıq saitlər tələffüz olunur. Daralanda qapalı saitlər tələffüz olunur. Açıqlarımız olur A, E, Ə, O, Ö. Qapalılarımız olur I, U, Ü. Bax belə. Üçüncü təsnifatımız isə deməli nədir? Üçüncülər dodaqlanan və dodaqlanmayan saitlərdir. Bu çox rahatdır. Dodaqlanan, belə deyim də, elə bir dodaqlar yumru bir vəziyyət alır, qabağa gəlir. Yaranır dodaqlanan O, Ö, U, Ü. Yəni, bunların hərəsi ayrı təsnifatda, qarışdırmayın. Çünki fikir verirsiniz, eyni saitlərdir, sadəcə hər təsnifatda fərqli olur. Dodaqlanmayan. Dodaqlanmayan, belə deyək. Hə. Bu da olur, deməli, A, I, E, Ə, İ. Bax, bunları rahat yadda saxlamağın yollarından biri nədir? Deyərdim ki, hərəsindən birini öyrənin. Məsələn, dil arxası dil önü təsnifatından, dil arxası düşünürəm ki, rahat yadda qalır. Bunları öyrənsəz, yerdə qalan, deməli, 5 dənə sait bilin ki, dil önü incədir. Və yaxud burada da qapalılar rahat qalır yadda. I, I, U, Ü. Yerdə qalan açıqdır. Ya da dodaqlananı öyrən, yerdə qalan dodaqlanmayan. Hərəsindən birini öyrənib. Elə də tapa bilərsən. İkinci surətdə necə olar? Dil arxası rahatdır. Bayaq dediyim kimi. Qalın saitlər, kobud səslər belə düşün. Açıq qapalını da necə yadda saxlaya bilərsiniz? Rahat bir yolu var. Baxın, bu üstü qapalıları görürsünüz saitlərdə. Üstü bağlıdır hamısını. O üstü qapalı maşınlar olur, onlar kimi. Bax, bunlar bağlıdır. Bağlıları düşünəcəm açıq. Üstü açıqları da düşünəcəm bağlı. Yəni, bu nöqtə təbii ki, bunu bağlamır da. Bunlar hamısı üstü açıq gedir. Üstü açıqlar olur qapalı, üstü qapalılar olur açıq. Və belə rahat yadda qalma bir mexanizması var. Dodaqlanan, dodaqlanmayan da çox rahatdır. Yumru oval forma alanda dodaqlanan, əks halda dodaqlanmayan. Bu belə.
və 4 variantlı şəkilçilərin tərkibində adətən, yəni adətən deyəndə əsasən belə olur da, yəni qapalı saytlar olur. Məsələn, L, Li, Lulu 4 variantlı şəkilçidir. Tərkibində görürsüz, qapalı saytlardır. L, Li, Lulu. Açıq saytlardənsə belə deyim, lar, lər. 2 variantlı şəkilçilərin tərkibində isə açıq saytlardan A ilə Ə olur. Lar, lər, bunlar olur. Bu da yadınızda qalsın. Gəlirik nəyə? Saytların yazılışı və tələffüzü. Qoşu saytlı sözlərin yazılış və tələffüz məsələsi var ki, yəni sözün ortasında ya eyni iki sayt yanaşı gəlir, ya da müxtəlif cinsli sayt yanaşı gəlir. Baxın, eyni cinsli saytlara nümunəmiz var. Məsələn, cəmaət sözü, təbii sözü, mətbəə sözü. Eyni cinslər yanaşı gələrsə, cümlənin ortası olsun, ya sonu olsun, heç fərqi yoxdur. Yanaşı gəlirsə, eyni cinslərdən biri düşəcək, digəri uzun tələffüz olunacaq. Cəmaət, təbii, mətbəə bu şəkildə. Bunun mexanizması budur. Müxtəlif cinslərdə məsələ nədir? Əgər tərkibində, baxın, A idi, İ adı, İ odu, Ə idi, İ ədi. Bu hərf birləşmələri görürsünüzsə, bunların tələffüzündə bu hərf birləşmələrin ortasına bir dənə Y samiti əlavə olunacaq. Bax, burada da qeyddə bunu qeyd eləmişəm. İndi nümunələrə baxın. Bax, məişətdir, olur məişət. Ailə, ailə. Yəni y girir, təbii ki, uzanmanı da yaddan çıxartmırıq. Dialoq, dialoq. Mütaliə, mütaliə. Yəni bu belə radiodakı radio. Görürsüz, y samiti ortaya girir. Bu da öz yerində. Sonra ikinci qruppa var ki, deməli, bu tip mürəkkəb sözlərdir ki, əmi oğludur, əli açıqdır, xala oğlu, bibi oğlu, dayı oğlu, ürəyi açıq. Bunların tələffüzündə uşaqlar qapalı sayt düşür. Gəlin baxaq. Əmi oğlu tələffüzdə olacaq əmi oğlu. Bu formada. Əli açıq olacaq əl açıq. Axırdakı qıxıya çevriləcək. Xala oğlu, xala oğlu bu formada. Bibi oğlu olacaq bibi oğlu. Görürsüz? Qapalılar düşür. Dayı oğlu, dayı oğlu. Deməli, bunlar imtahana düşən sözlərdir adətən. Ürəyi açıq, deməli. Ürəyi açıq bu formada olacaq. Diqqətli olun. Bunlar belə tələffüzdə. Tərkibində amma A, E, A. E, Ə, Ə, A, E, O, Ü, A, Ü, Ə, A, U, sonra U, A, U, E, U, Ə. Yəni, bunları yadda saxlayın mütləq surətdə. Bu hərf birləşmələri olan sözlər isə fərqlənməyəcək. Yəni, olduğu kimi qalacaq. Yazılışı ilə tələffüzü. Məsələn, teatr yazım. Teatr. Baxın, əvvəlki qaydalarımızda var idi ki, 2019-a qədər bu qayda tərsinə idi. Teatr, teatr tələffüz olunurdu. Mən bura yazmıram ki, göz yaddaşı ilə yadınızda həmin forma qalmasın. Teatr əvvəl tələffüz olunurdu. Maniyə sözü maniyə tələffüz olunurdu. Amma 2019-dan etibarən bizim qaydamızda, yəni dil qaydasında, fonetikada bir dəyişiklik oldu və E-alar, sonra E-əllər, yəni bu hərf birləşmələri olduğu kimi qaldı. Yəni heç bir dəyişim yoxdur. Səadəti də saadət deməyəcəyik. Səadət qalacaq yerində. İndi mən bu birinə, ikisinə nümunə göstərdim tələffüzdə. Yəni bilin ki, hamısı olduğu kimi qalır bunların. Yazılış tələffüzdə fərq yoxdur. Müalicədir, müəllimdir, pauzadır, duadır, dueldir, məcmuədir, hamısı öz yerində. Ola bilər duel sözü sizə tanış gəlməsin. Duel sözü nə deməkdir? Məsələn, iki nəfər bir-birini deyir, məsələn, çıxanda görüşərik, səndən işim var. Məsələn, bax, elə bir duelə çağırmaq o deməkdir. Yəni, o duel sayılır. Hər halda digər sözlərin də mənasını bilirsiniz. Gələk samitlərin bölgüsünə. Samitlər maniyəli tələffüz olunan səslərdir və bunlarda səs tellərinə görə, o tellərin iştirakına görə iki yerə bölünür. Deməli, kar və cingiltili. Kar, cingiltili. Bunların da təbii ki, fərqi var. Nədir? Kar samitlərdə, yəni bunların tələffüzündə səs telləri olmur. Yəni təkcə küy olur. Küy nədir? Maniyə. Sadəcə küy.
Buraya yazaq maniyə. Çünki zaten ümumən bunlarda maniyə olur axı. Hər ikisi üçün keçərlidir. Çünki samitdirlər. Maniyə var, küy var. Amma bunda səs olmur da, aydındır, avaz olmur. Avaz da dediyimiz nədir? O deyirik, birinə deyirik, səsim başıma düşdü. O başa düşən nədir? Cingiltidir. Həmin o avazdır. Bax bu avaz kar samitlərdə olmur. Necə biz məsələn gizlin söhbət eləyəndə pıçıltı ilə danışırıq. Qarşı tərəf eşitmir. Çünki o avaz olmur axı. Qarşı tərəfin başına düşmür artıq o səs belə loru dillə desək. Çünki pıçıltı ilə danışırıq. Orada səs dili iştirak eləmir belə desək. O karrardır. Amma cingiltilərdə nədir? Təbii ki, səs dilləri iştirak edir və bunlarda həm küy olur, yəni maniyə. Həm maniyə olur, həm də avaz olur. Xəttimə görə üzrlü sayın. Aha. Bu belə və bunların qarşılaşması var təbii ki. Yəni kar cingiltili uyuşması var. Misal üçün bir neçəsini deyəcəm. Bax bu cingiltilikdə kar qarşılığı p-dır. Və yaxud c-nin kar qarşılığı məsələn ç-dır. Bəs hardan bilək hansı kardır, hansı cingiltilidir? Yəni bunun real olaraq tapmağın yolunu sizə deyim. Bax əlinizi ya sağ ya sol fərq etməz, ağzınıza tutursunuz. Və tələffüz edirsiniz bu samitləri. Məsələn, bir dənə b deyirsiniz ya da p deyirsiniz. Əgər hava axını çox çıxsa, yəni belə desəm, partlama olsa, məsələn, ç de. Hava axını ağzından çox çıxırsa, deməli bu kardır. Yox, hava axını çıxmırsa ya da az çıxırsa, yəni onun karla cingiltilisini müqayisədə gör hansında hava çox çıxır ağzından. Hansında çox çıxırsa karda, hansında az çıxırsa cingiltilidir. Ən rahat tapmaq yolu budur. Bunu özünüzdə yəni praktika eləyərsiniz. Aha. Ümumi desək 25 samit səsdən 25 deməli samit səs. Bundan 14-ü cingiltilidir, 11-i kardır. Bu belə. Məsələn, indi bura konkret yazaq yaxşı. Cingiltilləri bax. Cingiltilər b-dır, c-dır, d-dır, sonra c-dır, g-dır, sonra j, q, l, m, n, r, sonra v, y, z. Baxın, bunlar cingiltillərdir. İndi bunların kar qarşılığı da var. Bunu qeyd eləyək. İndi baxın. Bax, bu cingiltili idi. Kar qarşılığı oldu bu. Bunları necə tapırıq? Elə bir cingiltili samitlərin biraz səsini alın. Elə bir necə televizorda bir şeyin xotunu alırsınız, səsini alırsınız, yavaş-yavaş pıçıltılı gəlir səs. Bax, elə də. Səsin al, avtomatik b çevriləcək p-ya. Sonra c-nın səsini alırsan, o avazını alırsan, çevrilir ç-ya. D-nın avazını al t-ya. Yəni oxşar tələffüz olunur sadəcə. Ya da əlini tut ağzına, gör hansında hava çox çıxırsa ağzından, yəni əlvə hava çox dəyirsə, o olur kar, az dəyirsə ya da heç dəymirsə o olur cingiltili. Bu qədər sadə. Deməli, cingiltilərimizdən L, M, N, R var ki, bunlar sonor samitlərdir. Hesab olunur, bunların kar qarşılığı yoxdur. Karlardan da H samiti var ki, buna boğaz samiti deyilir. Bunun da cingiltili qarşılığı yoxdur. Gələk qoşa samitli, üzr istəyirəm, qoşa saitli sözlərin yazılış tələffüzünə. Əslində bunu bayaq biz izah elədik sizlə. Ona görə samitlərə keçək. Samitlərin tələffüzü yazılışı, bu da sözün ortasında eyni cinsli də gələ bilər, müxtəlif cinsli də gələ bilər. Eyni cinsli, yəni təkrar samitlər gəlsə, nə baş verir? Məsələn, gəlir t-tı, k-kü, p-pı qaydası var əsas. Bunlarda birincisi deməli qalacaq. İkincisi cingiltili qarşılığı ilə gördüyünüz kimi əvəz olunacaq. Nümunə də yazmışam. Məsələn, hoppanmaq olur. Gördünüz ikinci p b-ya çevrilir. Hoppanmaq. Bunun qaydasına da izah vermişəm. Nümunə yazmışam, onu da izah eləyəcəm sizə. Burada çünki qaydamız belədir ki, n samiti b və m-dan öncə gələndə m kimi tələffüz olunur. Q da sonda gələndə milli sözlərimizdə x ilə tələffüz olunur. 8 qoşa kökü. Birinci qalır, ikinci göyə çevrilir. Sonra t-da hətta. Yəni, siz bunu necə anlayın? Bəzi elə ola bilər ki, çətin sözlər çıxar qabağınıza.
anlaya bilməzsiniz tələffüzün. İndi qoşa pupunu görəndə avtomatik hoppanmaq sözünü yadınıza salın. Aha, bu sözdə birinci qalır, ikinci dəyişirsə, deməli digər pupularda da belədir. Yəni istisna bir məqam olmadığı halda qayda keçərlidir. Qoşa qıqılara gəlincə, burada da eyni şəkildə birinci k, ikinci q. Sadəcə burada tərsinədir daha doğrusu. İkincisi olduğu kimi qalır, birincisi dəyişir. Məsələn, burada da saqqız sözü. Yəni bunları sırf əzbərləmək çətin olar. Yəni yadda saxlamaq çətindir əzbər surətdə. Hamısına uyğun mən məsləhət görərdim ki, bir nümunə götürün. Hərəsinə aid bir sözü nümunə kimi götürün və artıq o qayda sizin beyninizə ömrü həkk olsun. Qığı görən kimi saqqızdır. Birinci q, ikinci q qutardı, bitdi. Bir də var qoşa y qaydası. Baxın, burada məsələ nədir? Sözün ortasında qoşa y görürüksə biz, əgər bu y şəkilçi tərkibindədirsə, bu y'lardan biri düşəcək. Yox, kökdədirsə, sözün özündədirsə, düşməyəcək. Yəni sözün kökündədirsə. Bax, gəlin baxaq. Ədəbiyyat, kök və şəkilçi ayırıram. Ədəb kökdür, iyyat leksikdir. Şəkilçi tərkibində də avtomatik biri düşəcək. Aha, ədəbiyyat sözündə görürsünüz kök və şəkilçi ayırıram. Bu da iyyat şəkilçi tərkibindədir. Deməli nə olacaq? İyanın biri düşəcək. Amma niyyətə baxın. Sözün kökü elə niyyət sözüdür. Ona görə düşməyəcək. Təyyarə sözü məsələn. Burada sözün kökündə deyə düşməyəcək. Amma fəaliyyətə baxın, fəal kökdür. İyyət nədir? Şəkilçi. Ona görə y-nın biri düşəcək. Burada məsələ budur. Fəaliyyət sözü də özdə fikir verin. Ə-ada səs düşümü yoxdur. Bayaq o hərf birləşməsi demişdik, həmin qaydada. Səyyad sözü. Deməli, görürsünüz, sözün özündədir, yıllarda dəyişim yoxdur. Sonra səyyar sözündə də. Səyyad sözü yadınızda qalsın, ovçu deməkdir. Leksikadan bir sual olaraq düşür, sınağa da düşmüşdü axırıncı dəfə. Hə, bu ovçu deməkdir. Səyyar da yadınızda saxlayın. Yerində dayanmayan, yəni daim hərəkət edən anlamındadır. Daim hərəkət edən, oy, xəttim biraz pis oldu. Hərəkət edən, neysə. Hə, bu anlamdadır. Gəldik digər qayda. Qoşa deməli samitlərdən, məsələn, bu gördüyünüz samitlər var ha. Bunları görsəz, bunların hamısını. Hansısa birin yəni. Söz ortasında görsəz, onlarda heç bir dəyişim yoxdur. Məsələn, Abbas gördünüz də, Abbas deməyəsiniz. P-bu olmayacaq. Qalacaq yerində. Şəffaf sözü. Ən çox bəzən sual altı düşən sözlərdən biri də şəffaf yazılırlar bəzən. Xeyr. F-fı gördünüz, məsələn, o da qaydanı yadınıza salın, qalır olduğu kimi. Addım sözü. Addım da, addım olmaz. Niyə addım olmaz? Çünki t olsa, əgər olsa addım, bax belə olsa, burada məna dəyişər. Aydındır, atmaq sözü olar. Amma burada addımdır. Yəni addımlayırıq, bir addım, iki addım, o addımdan söhbət gedir. Yəni, bunu silim, sizdə qaranlıq yaratmasın bu. Aha. Sonra münəccim sözü, cıcılar gəlir. Qalır yerində. Yəni buna aid çox nümunə tapmaq olar. Yəni qarşınıza bu samit qoşalıqlar çıxsa bilin ki, dəyişmir. Sonra gəldik nəyə? Müxtəlif qoşa samitli sözlər yanaşı gələrsə. Bunların bir neçə halı var. Bax, iki müxtəlif kar samit gələrsə, bunlardan ikincisi cingiltili olur. Gəlin baxaq. Məsələn, iftar sözü. F da kardır, t da kardır. İkincisi görürsünüz, oldu cingiltili. Sürüşkən. İkisi də kardır, ikinci olur cingiltili. Xəstə. İkisi də kardır, ikincisi olur cingiltili. Yəni bu formada o olur. Sonra n samitinin bu və m samitindən öncə gəlməsində bir tələffüz dəyişikliyi olur. Nə olur? İkisində də b-dan və m-dan öncə gələndə m kimi tələffüz olunur. Gəlin baxaq. Anbar yazırıq, ambar deyirik. Sönməz yazırıq, sönməz deyirik. Baxın, bu məqamda biz deyirik ki, məsələn, burada neçə hərf var? 3, 2, 5, hə. 5 hərf var, 5 səs var. Kəmiyyət dəyişikliyi yoxdur. Yəni, kəmiyyət deyəndə saydan söhbət gedir. Kəmiyyət fərqi yoxdur. Amma keyfiyyət fərqi var. Keyfiyyət nədir? Bir şeyin daxilidir də. Keyfiyyəti görürsünüz, n-m-ya çevrilir. Əlbəttə ki, keyfiyyət fərqi var. Əlbəttə ki, var. Kəmiyyət yoxdur, keyfiyyət var. Sönməzdə də 6 hərfdir. Burada 6 səsdir. Deməli,
Kəmiyyət fərqi yoxdur, amma keyfiyyət var. Çünki buradakı n burada m-ya çevrilir. Bu da belə. Günbəz olacaq günbəz. Eyni qayda. Amma bunun da istisnaları var. Diqqətli olun. Məsələn, peyğəmbər sözüdür, ambulansdır. Bunların yazılışı bu şəkildədir. Gördüyünüz kimi. Day peyğəmbər deyil, n deyil qətiyyən, qətiyyən. Peyğəmbərdir, ambulansdır, can başla, kompas, pambıq, lampa, kömbə, hambal, tramvay. Bunların tələffüzündə bu m-larla bağlı bir dəyişim olmur. Diqqətli olun, m ilə bağlı deyirəm. Çünki məsələn, pambıq sözünün tələffüzü m-da fərq olmur, amma axırda pambıq olur. Aydındır. Can başla məsələn. Olacaq can başnan formasında. Bax, bu məqamlarda diqqətli olun. Sonra, q samiti söz ortasında gələrsə, ya cingiltildən qabaq gəlir, ya da adətən kardan qabaq gəlir. Cingiltildən qabaq gələndə elə q qalır yerində. Kardan qabaq gələndə k kimi tələffüz olur. Bax, miqyas sözü. Cingiltili deyil y. Yəni burada baxın daha doğrusu. Cingiltilidir. Bundan qabaq gəlib deyə olacaq olduğu kimi q ilə. Amma kardan qabaq gələndə baxın t samiti kardır. Kardan qabaq gələndə olacaq k kimi. Karla cingiltilinin fərqlənməsi mən videonun əvvəlində izah eləmişəm. Bax orada diqqətli olun, qeyd eləyin onu özünüzdə. Aha, burada istisnamız haqlı sözdür. Haqlı niyə istisnadır? Çünki dedik ki, cingiltili samitdən öncə gələndə normalda q qalmalı idi yerində, miqyasdakı kimi. Amma bax, burada qalmayıb, haqlı olub. Yəni, bu istisnadır. Bu belə. Sonra, eyni qoşa samitlə bitən söz kökləri var ki, bunların deməli yazılışında və deyilişində yəni müəyyən fərqliliklər olur. Nədir bunlar? Baxın, əvvəla deyim ki, təkhecalı sözlərdir ki, bu qrup sözlər. Bu sözlərə və əsasən də ərəb mənşəli sözlərdir. Bunlara samitlə başlanan şəkilçi artırsan, sözün kökündəki qoşa, o hərflər var ha, onlardan biri yazılacaq. Hələ yazıda bax, haqq sözüdür. Normalda 2 q ilə yazıram tək başla. Buna samitlə başlanan şəkilçi artırdım, qutardı. Q-nın biri düşür, haqlı olur, tələffüzdə haqlı. Və yaxud sirlər sözü. Deməli, eyni cinsli qoşa samitlə bitdi. Samitlə şəkilçi artırdım, l ilə başlayan. Nə olur? R-nın biri düşür. Oldu sirlər. Tələffüzü necə olacaq? Sirlər. Samitlə başlanan şəkilçidə o kökdəki qoşa samitlərdən biri düşür. Sonra fəndən, n-nın biri düşür. Fəndən. Tələffüz necə olur? Fəndən. Bu şəkildə. Aha. Bu samitlə olan versiyasıdır. Saitlə olan versiyası da, məsələn, eyni sözlərə baxın, haqqa qalır yerində. Yazıda qalır, pozana keçdi. Aha, bax, yazıda qalır yerində, amma tələffüzdə təbii ki, k olur. Sirrim, yazıda r-lar qalır, tələffüzdə də qalır. Fənni, yazıda da qalır, tələffüzdə də qalır. Yəni, bu samit gələndə idi fərq. Bunun da istisnası 2 söz var. Hisslə kül sözü. Niyə bunlar istisnalıq yaradır? Hiss 2 s ilə olan duyğu mənasını verir. Yadınızda saxlayın. 2 s ilə olan duyğudur. Bilmirəm, bura yazmışam. 2 s ilə olan duyğudur. Bəli, bura yazmışam. 1 s ilə olan, bir daha yazım. 1 s ilə olan hiss. Bu, ocağın hissi var. Bayda bura yazmışam. Ocağın hissi. Bax, həmin hissdir. İndi buna samitlə başlanan şəkilçi artıranda larilər biz nə demişdik? Normalda onlardan biri düşməli idi, amma düşməyəcək. Çünki düşsə əgər, bu duyğu anlamını verən hiss var ha, bundan biri düşsə, bu belə olar, düz deyil hisslər. Bəs mən onda necə fərqləndirərəm bu hansı hissdir? Ocağın hissidir, yoxsa o hissdir? Duyğu anlamını verən. Bəs bunu fərqləndirməyimiz üçün bizə belə bir rahatlıq irəli sürülüb ki, bu qoşa sıllardan biri, deməli, duyğu sözündə qoşa sıllardan biri samitlə başlanan şəkilçi gələndə düşmür, qalır yerində. Amma təbii ki, 1 s ilə olan hissə düşür. Yəni, bunu görsəz, bilin ki, bu kül mənasındadır. Ocağın külü deyirəm, hissi. Dumanı olur o anlamda. Amma bu 2 s görsəz, bilin ki, duyğudur. Sonra, kül sözündə də var. Kül, biri var, çoxluq mənasındadır. Kül, qoşalı bir yerdə gələndə. Külli miqdar. Amma biri də var ki, bir l ilə olan olur ocağın külü anlamında. Burada da məsələn kül sözünə
Məsələn, külsüz desəm, qoşalı ilə olan bu çoxluq kül var ya, kül, kütlə o anlamda olana. Artırsam, l-nın birini salmayacağam, qalacaq yerində. Amma ocağın külü olsa, burada l-nın biri düşəcək. Düzdür, bu söz dilimizdə işlənmir. Əsasən külü biz harda işlədirik? Məsələn, külli miqdar, külli cahan, belə şeydə, belə bir nümunə düşməz sizə. Sadəcə olaraq qaydanı dərk eləyin deyə dedim ki, yəni qoşalı ilə olanda samitlə başlanan şəkilçidə düşməyəcək. Yəni küllə hiss sözündə də istisna. Qalan tək hecaların heç birində belə bir məqam yoxdur da. Fəndir, sirdir, haqdır, nə bilim, həddir, həldir. Bunlarda bir dəyişim olmur. Yəni qaydaya tabedir. Bu ikisi istisna yaradır. Sait də gələndə məsələn külli miqdar görürsüz, l qalır yerində. Sonra məsələn hiss sözündə deyək. Hiss sözündə də bax, hissim. Saitlə başlanan şəkilçi gəldi, qoşa sılır, qalır yerində. Amma birinci o ocağın hissi anlamında olsa, məsələn, hissə saitlə başlanır, s-nın biri düşdü. Yəni budur. Sonra növbəti qaydamız nədir? Sözün sonu bıcı samitləri ilə bitərsə. Burada məsələ nədir? Bunlardan sonra saitlə başlanan söz gələrsə, saitlə başlanan, bu b-lar, d-lar, c-lar, c-lar yerində qalacaq. Yəni saitlə başlanan istər söz gəlsin, istər şəkilçi qalacaq yerində. Yox, samitlə başlanan söz yaxud şəkilçi gələrsə, bir də bunlar tək başına gələrsə, kar qarşılıqları ilə tələffüz olunacaqlar. Gəlin bunu əyani sübut edeyim sizə. Kənd sözü tələffüzdə, bunu başqa rəngə çevirək daha rahat olsun. Hə, kənd sözü baxın, kənd tək başına gəldi, d çevrildi t-ya. Sait gəlib dedim axı, olduğu kimi qalır yerində. Kəndə. Gördünüz, qaldı. Kəndli, samit gəlib, çevriləcək. Tək gələndə, samit gələndə çevrilir, bax. Kənd olacaq, l da çevriləcək d-ya, kəndli. Sonra, kabab sözün. Bu 4 samitin 4-nə uyğun nümunə dedim, yazım ki, sizə rahat olsun. Kabab. Kabab yox, kabab. Kababda, kababa deməli, saitdir. Nə olacaq? Qalacaq yerində. Sonra kababdan samitdir. Kababdan, aha, çevrildi. Kabab əti. Təkcə şəkilçi gələndə yox, ha, söz də gələndə. Deməli, yazıda qaldı yerində, tələffüzdə də eyni ilə qalacaq. Kabab əti. Burada dəyişim olmayacaq. Niyə? Çünki burada sait gəlib. Sonra pələng sözünə baxaq. Tək başına gəlib olacaq pələng. K formasında. Sonra pələng dərisi, qırmızı ilə yazım daha qəşəng olsun. Samit gəlir, bax. Tək başına gələndə, samit gələndə çevrilir kar qarşılığına. Pələng dərisi. Bu formada. Sonra sait gələndə qalacaq yerində. Pələng ağzı. Bunu buradan yazıram. Yerləşmədi çünki. Hə. Sonra pələngdə samit gəlib nə baş verəcək? Çevriləcək. Pələngdə. Samit də çevrilir, saitdə qalır yerində. Nə var ki burada? Qılınc sözündə. Baxaq. Qılınc tək başına gəlir, əvəzlənir. Qılınc qurşanmaq. Samit gəlir, yenə əvəzlənir. Qılınc qurşanmaq. Bu da belə olur. Qurşanmaq. Bu qaydamızdır yenə. Bu bir dənə axırda x olmasını izah eləyəcəm. Bu n-mı qaydasını bildinizdə bayaq dediyim şeydir. Qılıncım, baxın, qalır yerində. Niyə? Sait gəlir qılıncım. Qılınc almaq. Sait gəlir, qalacaq yerində. Qılınc almaq. Bu da belə olacaq. Sonra gəlirəm nəyə uşaqlar? Sonu q və k ilə bitən çox hecalı sözlər. Bizə imtahanda ən çox düşən sözlərdən biridir. Yəni ən çox düşən qaydadır bu. Bunu hətta çərçivə sənədində xüsusilə qeyd edirlər ki, yəni bu düşür də q ilə k ilə bağlı məqamlar. Burada diqqətli olun, qeydlərinizi götürün hökmən. Baxın uşaqlar, burada məsələ nədir? Sonu q və k ilə bitən milli sözlərdə ki, bunlar milli sayılır adətən, çox hecalı sözlərdə tələffüzdə nə kimi dəyişim olur? Tək başına bunlar gələndə sondakı q ya da k əvəzlənir. Məsələn, q x ilə tələffüz olur. Ç da xıştırıqla, çarpazlarla deyirəm də. Mən elə bir x-ya xıştırıqa çarpaz deyirəm. Çarpaz formasında gəlir axı. Baxın, qonaq tək başına x oldu, çarpaz.
Sonra Sait gələndə, Saitləri elə başa düşün ki, bax elə bir Sait qızdı, Samit oğlandı. Qız gələndə bunun quyruğu olacaq da. Qızın elə bir düşünün ki, çox əşyası olur. Burada elə bir quyruq qoyasınız. Yəni indi necə yadınızda saxlayırsınızsa saxlayın. Mən bunu pratik, rahat yol olsun deyə dedim sizə. Qonaq otağı. Bax, Sait gəldi deyə, o gəldi deyə qı keçdi nəyə? Bax görürsüz, qı keçdi qıya. Sonra qonaq gəlir, Samit gəlir deyə çarpaz olacaq. Elə bir oğlan gəlir, qapılar bağlanır. Bu formada izah eləyirəm. Sonra qonağımız. Bir dənə uşaqlar, nəyi yadda saxlayın. Özündən sonra Saitlə başlanan söz gəlsə, yazıda qalır bu yerində. Qonaq otağı, yəni tələffüzdə qığıya keçir. Amma şəkilçi gəlsə, Saitlə başlanan şəkilçi. Çünki qonaq sözü ilə bitir də. Saitlə başlanan ımız şəkilçisi gəlib, yazıda da qıya keçəcək. Tələffüzdə də bax belə olacaq. Qonaq ımız bu forma. Sonra qonaqsız olacaq necə? Samit gəlib, olacaq çarpaz. Qonaqsız. Bu forma. Bu qədər sadə. Tək gələndə, Samit gələndə çarpazlar, Sait gələndə ğı ilə əvəzlənir. Yəni k-nın y ilə, q-nın ğı ilə əvəzlənməsi Sait gələndə baş verir. Bunu yadda saxlayın. Sonra çörək sözünə gəlirəm. Çörək sözünü başqa rənglə göstərim gəlin sizə. Məsələn, göy ilə göstərək. Çörək sözü tək başına gəlirsə, xıştirik olacaq. Çörək. Bu yuxarıdakı xıştirik deməkdir yəni. Sonra çiçək sözü ilə verdim bir dənə də. Yəni eyni qaydadır onsuz. Çiçək ətri. Baxın. Sait gəlib, Sait gəlibsə necə? Bunda quyruqlu oldu. Qıdan sonra Sait gəldi deyə quyruqlu oldu. Ğı oldu. Burada da eyni ilə Sait gəlib deyə quyruqlu olacaq. Yəni çiçək ətri. Çiçək deyə bilmədiyimə görə təbii ki, yığını qoyacam quyruqlu. Kəpənək vızıltısı. Vızıltı qalır yerində uşaqlar. Kəpənəyi bir dənə yazım. Çünki yerləşməyəcək. Nə olacaq? Xıştirik, çarpaz. Kəpənək vızıltı da öz yerində. Çünki Samit gəlib. Çörəkçi. Samit gəlib. Olacaq. Xıştirik, çörəkçi. Sait gələndə dedim, şəkilçi olanda bax bundakı kimidir. Qonağımız. Saitlə başlanan şəkilçi gələndə yazıda da tələffüzdə də olur ğı. Burada da saitlə başlanan şəkilçi gələndə yazıda da tələffüzdə də olur nə? Çörəyə. Bax bu əvəzlənmə ancaq öz milli sözlərimizdə keçərlidir. İndi nə başa düşməsəz mütləq qeyd bölməsində, o şərh bölməsində yazarsınız, mən sizə cavab verəcəm. Amma təbii olaraq bu qaydanın keçmədiyi bir çox sözlər var. Hansılardır o sözlər? Fikir versəz, mən bu qaydanı izah eləyəndə dedim ki, çox hecalı sözlərdə bu keçərlidir. Tək hecalılarda yox. Məsələn, bax bəzi tək hecalı sözlər var ki, tükdür, nə bilim, türkdür. Sonra deyim sizə kürkdür. Sonra nə deyək? Məsələn, eləsi var ki, heç iki hecalı sözdür. Məsələn, əmlak sözü. Əmlak sözü, məsələn. Ya da dərk sözü tək hecalıdır. Sonra, nə bilim, nə deyə bilərik başqa? Bərk sözü, məsələn. Bax, bunlarda, bunu indi belə qoyaq, çünki davamı var da, indi nə qədər sözlər var və s. Bunlarda əvəzlənmə olmur. Yəni, k-yə əvəzlənməsi olmur. Yəni, mən buna saitlə başlanan şəkilçi artıranda, o çiçək sözündəki kimi də çiçəyə olmayacaq. Yəni, çiçəyə olur ha onda. Amma bunda tük sözündə, tükə deyəndə da tüyə deməyəcəm. Elə olacaq nə? Tükə. Yəni, biraz da uşaqlar, siz özünüz tələffüzünüzə fikir verin. O tələffüzə uyğunluğuna baxın da. Görün, uyğun gəlir ya gəlmir. Ona fikir verin. Bu öz yerində. Yəni, bunların heç birində dəyişim olmayacaq. Və yaxud yük sözü. Bəzən yüklü verir belə. Deyir ki, yüklü, qətiyyən. Qalır yerində, yüklü. Və yaxud şərikli sözü. Şərikli də, baxın, şərikli sözü. Deməli, Samit gəldi, dəyişim olmadı. Sait gəldi, dəyişim olmadı. Yüklü sözündə də eyni ilə. Yəni, bir çox sözlər var ki, bunlarda dəyişim olmur. Biraz da, yəni, sizin tələffüzünüzlə bağlıdır. Məsələn, q hərfi ilə bağlı dialoq sözü. Mən də buna saitlə başlanan şəkilçi artırsam, dialoqa desəm, tələffüzdə dialoğa olacaq? Yox, əlbəttə. Əlbəttə yox.
Dialoqa. Bu IA hərf birləşməsini bayaq izah elədiyimiz qaydadır. Deməli, burada da heç Sait gəlib nə olsun? Allah kömək olsun, qalacaq yerində. Şəfəq sözündə şəfəqə desəm necə olacaq? Məsələn, indi bunu belə artırım rahat olsun da. Məsələn, şəfəqə necə olacaq? Şəfəqə heç qalacaq yerində, heç bir dəyişim olmayacaq. Bunlar həm də alınma sözlərdir, yadınızda saxlayın. Bunları çünki tək başına tələffüzdə, məsələn, dialoq axırdakı q ilə tələffüz olur. Şəfəq axırdakı, məsələn, şəfəq axırda q ilə tələffüz olur. Aydındır. O q ilə tələffüz olsaydı o qayda keçə bilərdi. Çünki biz dediyimiz q əvəzlənməsi ya da ç əvəzlənməsidir. Burada bax k ilə tələffüz olur. K nə vaxtdan q ilə əvəzlənə bilər? Heç vaxt. Və ya təbrik sözü k-dan götürək. Təbrikə məsələn ya da təbriklər qalacaq yerində, heç bir dəyişim olmayacaq tələffüzündə bu iki sözündə. Bu da belə. Yəni, belə nəticəyə gələ bilirik ki, sonu q ilə bitən sözlərə saitlə başlanan şəkilçi artıranda, əgər q əvəzlənməsi baş verirsə, bunlar sayılır milli mənşəli sözlər. Əgər baş vermirsə, məsələn, baş verənlər, bax, bunlar idi baş verənlər. Gördünüz, əvəzlənmə baş verirdi. Yəni, məsələn, burada indi samit gələndə x ilə tələffüz olur, sait gələndə q ilə. Çiçək ya da çörək sözü məsələn, ya kəpənək fərqi yoxdur. Sait gələndə görürsünüz, y ilə əvəzlənirdi ki, sait gələndə. Deməli, bunlar milli sözlərimizdir, qaydamıza tabedir. Amma əvəzlənməyənlər, yəni bu sözlər isə gedir alınma sözlər. Yəni, əvəzlənmir də, qaydaya tabe deyil. Deməli, bu bizim özümüzə aid deyil də, bu hardansa gəlmədir. Ona görə qaydaya tabe olanmır. Bir qaydamız daha qaldı, onu da izah edeyim. Deməli, bu hansı qaydadır? Bir qrup sözlər var ki, sonu müxtəlif qoşa samitlə bitir və bunlarda nə baş verir? Məsələn, əsas sözü yazaq. Məsələn, rəhim, misal üçün və yaxud üzr. Bax, bu tip sözlər var ki, indi çox deyil, məsələn, kəsir var, sədr var, nə bilim, həbs, mətin, qəsib, çoxdur. Bunların belə deyil, olayı nədir? Bunlarda bu tək hecalı sözlərə samitlə başlanan şəkilçi artırsam, tələffüzdə səs artımı olacaq. Gəlin baxaq. Məsələn, rəhimli desəm, tələffüzdə nə olacaq? Səs artımı. Rəhimli. Bir dənə iz saiti girəcək ortaya. H ilə m-nın ortasına. Və yaxud üzürlü, məsələn. Bu həmişə gündəliyin axırında olur deyə üzürlü, üzürsüz. Bax, həmin sözdür. Bax, üzür, z ilə r-nın ortasına bir dənə ü girdi. L da təbii ki, r ilə tələffüz olunacaq. Üzürlü, üzürrü. Bax, belə olacaq. Və yaxud məsələn, yazıram. Zülümlə olacaq necə? Zülümlə. Lalə, nandən tələffüz olunur, yadınızda saxlayın. Ya da zəhimli, məsələn. İndi bunu siz tapın, necə olar? Təbii olaraq zəhimli. Bu formada olar. Yenə. Amma samitlə başlanan şəkilçi artıranda deyirik ki, bir qrup sözlər var ki, onlarda səs düşümü hadisəsi olur. Bunlar hansılardır? Sonu müxtəlif kar samitlə bitənlərdir. Məsələn, bax, bunu da bundan göstərim. Məsələn, dost sözünü götürək. Bax, dost sözü iki müxtəlif karla qutardı. Düz deyil, biri s-dır, biri t. İndi buna samitlə başlanan şəkilçi artırıram. Məsələn, nə deyim? Dosyana. Yəni, anə, yanə zərf düzəldən şəkilçini artırım. Məsələn, olacaq dost yana. Tələffüzdə olacaq dost yana. Və bu formada olacaq. Bu şəkildə olacaq. Bu birinci sözlər var idi, rəhim, üzür falan. Bunlara təbii ki, saitlə başlanan şəkilçi artırsan, yəni dəyişim olmayacaq, qalacaqlar yerində. Məsələn, deyəcəm ki, zülmə, zülmə baş əyir. Məsələn, bax, burada yazın. Zülmə, bax, sait artırıram, qalacaq yerində. Yəni, bunu demədim, sizə qaranlıq qalmasın. Bu da belə. Bu hərf birləşmələrinin, pozan oldum. Bu hərf birləşmələrində məsələ nədir? Bunlardan sonra əgər samit gəlsə, t-lar düşəcək. T düşür. Bu. Sait gəlsə, plus qoyuram, sait gəlsə,
isə, deməli, t d ilə əvəzlənir. D kimi tələffüz olunur. Gəlin baxaq bir dənə nümunə deyəcəm. Məsələn, neft sözün. Bax, neft sözünə saitlə başlanan şəkil çıxartıraq birinci. Neftə. Necə olacaq? Neftə. Ay, hə. Neftə. Gördünüz, sait gəldi, t-d ilə əvəzləndi. Amma bax, bir dənə artırıram samitlə. Neftçi olacaq nə? Səs düşümü. Neftçi. Bu qədər sadə. S-tı, ş-tı, x-tı bunlara aiddir. Yəni, bunları belə sizin üçün konspektləşdirdim ki, belə yadda saxlayasınız rahat. Və yaxud bayaq dediyim dost sözü var ya, bax, eyni ilə bax. Görürsünüz, samitlə başlanır, təbii ki, t düşəcək. Amma sait gəlsə, məsələn, bax, desəm, dostum olacaq nə? Dostum. Bu formada olacaq. Gördünüz, saitlə başlayan, deməli, şəkilçi gələndə burada nə baş verdi? Təbii ki, t, d ilə əvəzləndi gördüyünüz kimi. Yəni, belə. Baxın, bəzən mürəkkəb sözün daxilində də verə bilər. Dost, düşmən. Bax, t-dan sonra samit gəlib. Necə olacaq? Dost, düşmən. Deməli, t düşəcək. Bu da belə tələffüz olunacaq. Dost, düşmən. Bu formada. Və yaxud, məsələn, desəm, neft daşıyan, məsələn. Bunu silək birin. Məsələn. Baxın, deməli, t-dan sonra samit gəldi. T-nı görürsünüz, burada yox. T düşüb, d keçib onun yerinə. Yəni, bu qədər sadə. Bu qədər dəqiqə ərzində əsas məqamları sizə izah eləməyə çalışdım. Ümid edirəm ki, bu videonun sizlər üçün bir faydası olar. Nəyisə də başa düşməsəz, mütləq şərh bölməsində qeyd eləyərsiniz. Mən sizə geri dönüş eləyəcəm. Yəni, ümid edirəm işinizə yarayar bu video. Hələlik.